Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına stadionda keçiriləcək Qarabağ-Ayaks futbol oyununun biletlərinin qeyri-qanuni satışına qarşı növbəti əməliyyat texniki tədbir keçirib. Biletləri əvvəlcədən onlayn qaydada və satış məntəqələrindən əldə edib. Daha sonra sosial şəbəkələrdə müxtəlif səhifələrdə, eləcə də qara bazarda dəyərindən daha artıq qiymətə satmaq istəyən Şahin Məmmədov və Hüseyn Quliyev saxlanılıblar. Həmin şəxslər barəsində qanuna müvafiq tədbir görülüb. Bir daha idman yarışlarını stadionda izləmək istəyən vətəndaşlara biletləri yalnız rəsmi satış nöqtələri, eləcə də onlayn qaydada QR və ya elektron bilet sifariş verməklə əldə etməyi tövsiyə edirik. Qeyd edək ki, sosial şəbəkələrdə saxta bilet satışı ilə bağlı dələduzluq halları ilə üzləşən şəxslər bu barədə polisə məlumat verə bilərlər.